Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Qonağımız BMC International şirkətinin təsisçisi, maliyyəçi, iqtisadçı Orxan Məmmədzadədir. Xoş gəlmisiniz Orxan bəy. Təşəkkür edirəm dəvət üçün. Bu kimi layihələr, bu kimi mövzuların işıqlandırılması və bu məsələdə lazım olan insanları dəvət edib də onlarla mübahisəli şəkildə, yəni müsahibəli şəkildə daha doğrusu məlumatların paylaşması düşünürəm ki, bugünkü gün lazım olan zəruri addımlardan biridir. Təbrik edirəm sizi bu gedişə. Çox sağ olun, minnətdaram. Onda başlayaq suallarımıza. Buyurun. İlk sualımız Orxan Məmmədzadə kimdir? Mən kiməm sualı əslində çox böyük bir fəlsəfi sualdır və bu sualın cavablandırılmasında insanlar düşündüyü təqdirdə bir ömrə qədər vaxt sərf edə bilərlər əslində. Bir insanların ətrafını gördüyü mən kiməm, yəni məni müəyyənləşdirən insanlar məni necə görürlər o. Bir mənim içimdəki mən kim olmaq istəyirəm o və həqiqi mən. Əfsus olsun ki, bu həqiqi mən o birisi göstəricilər arasında itib batır. Əksər hallarda, yəni həm təbii olaraq bunun üstündə gəlib uzun müddət işləyəsən, düzələrsən ki, mən kiməm, kim olmaq istəyirəm və həqiqi mən kiməm və hardayam. Və düşünürəm ki, böyük insanlar həqiqətən də mən kiməm sualını cavablandıranda ən yaxşı halda sadəcə yox cavab verirlər ki, sıradan biri. Yəni mən sadəcə olaraq sıradan biriyəm, amma kim olmağımın müəyyənləşdirilməsi üçün mütləq şəkildə nə işlə məşğul olduğun, nə kimi fəaliyyət göstərdiyin və fəaliyyətin nə kimi faydası olması təbii olaraq çox zəruri bir haldır, bir amildir, nəzərdən keçirilməlidir və düşünürəm ki, biz indiyənə qədər sırf bu gedişatla, sırf bu məntiqlə əlimizdən gələn nə varsa etmişik və etməkdə də davam edəcəyik. Qaydaq peşəkar göstəricilər baxımından kimik, nə işlə məşğuluq. Bugünkü gün BMC International şirkətinin təsisçisiyəm. Şirkətimiz 12 ildir fəaliyyət göstərir. Şirkətin 3 əsas istiqaməti var. Bu təbii olaraq konsaltinq xidmətinin təşkil olunmasıdır. Sıradan belə deyək də, adi konsaltinq eşitdiyimiz xidmətlərdən biraz fərqlənir. Çünki burada beynəlxalq reytinqə və keyfiyyətə cavab verəcək alətlər işə düşür. İkinci xidmətimiz təlim xidmətidir. Təlim xidməti göstəririk, maarifləndirmə ilə məşğuluq. Və üçüncü xidmət biznesin idarə etməsidir ki, artıq burada mənim öz illər boyu yığdığım təcrübələr tam olaraq öz əksini tapmış olur və biznesin idarə etməsi sahəsində fərqli istiqamətlər üzrə ticarət istiqaməti, istehsalat və s. fəaliyyət göstəririk. BMC International bugünkü gün Azərbaycanda bu sahədə bu üç istiqaməti birləşdirəcək bir şirkət olaraq fərqlənir. Yəni bizim kimi bu kimi xidmətlərin üçünü bir yerdə fəaliyyət göstərəcək başqa bir şirkət bugün tanımıram. Həm təlimçi kimi, həm biznesin idarəçiliyi ilə bağlı digər istiqamətlərdə köməkliklər edirsiniz. Hansı sizə daha yaxındır və hansında daha özünüzü hüzurlu hiss edirsiniz? Təlimçi olmaq məncə çox çətindir. Gözəl sual verdiniz. Düşünürəm ki, bugünkü gün təlim fəaliyyətinə məşğul olmağımın səbəbi də elə bundan ibarətdir ki, biznes idarə etmək, biznes qurmaq, bilirik ki, biznes konsepsiyası pul qazanmaqdan ibarətdir. Əks halda bunun adını biznes qoymaq olmaz, amma pul qazanmaq insanı nə qədər xoşbəxt və məsud edə bilər sualı var. Yəni, nə qədər sən biznes idarə edərək və yaxud da ki, pul qazanmaq üzrə öz vaxtını sərf eləyərək nə qədər xoşbəxt ola bilərsən ki, sahibkarların əksəriyyətini nəzərdən keçirmiş olsa, bugünkü gün Azərbaycanın özündə də belə 24 saatın yalan olmasa bəlkə heç olmasa 16-18 saatını işlə məşğuldur. Şənbə yox, bazar yox, yalnız fikir zikri, işi qurub irəli aparmaqdır, idarə etməkdir və s. Bu normal bir gedişatdır, bu yaxşı bir həvəsdir.
Amma bir çox hallarda sahibkarların depressiyaya düşdüyünü Bəli. görürük, müşahidə edirik. Və əvvəlcədən belə fərqli fikirlər səslənir ki, mütləq şəkildə sevdiyin işlə məşğul olmalısan, bu sənə zövq gətirməlidir və s. Öncədən bunu seçmək çətindir, amma mən bir sahibkar olaraq təlimçilik fəaliyyətindən zövq alıram. Zövq alıram və ən böyük aldığım zövq də ondan ibarətdir ki, bildiyini paylaşırsan, öyrədirsən, istiqamətləndirirsən, dəstək göstərirsən və bir müddət keçəndən sonra həqiqətən də əməyinin nəticəsini görürsən. Biz bugünkü gün onun şahidi olmuşuq dəfələrlə ki, bizim təlimlərdən gəlib keçən insanların həyatı sözün əsli mənasında müsbətə doğru dəyişir. Bu çox böyük bir zövq verir. İnsan düşünür ki, boşuna yaşamırsan, yəni faydalılığın var. Və düşünürəm ki, bugünkü gün bu faydalılıq aləti lazım olan yerdə öz əksini tapır. Qeyd etdiniz ki, 16 saat, 18 saat, mən də bir sahibkar olaraq da həqiqətən bu belədir. O qədər zaman ayıram çalışmağıma, amma burada bir yanlış var. Yəni bunun səbəbi düzgün biznes planın qurulmamağıdırmı? Yəni burada nə düz getmir? Sizə məsələn müraciət edərkən istiqamət verirsiniz də ki, məsələn siz 6 saatda çalışıb 18 saatda çalışdığınız məbləği qazana bilərsiniz, zamanı udmuş ola bilərsiniz və daha huzurlu ola bilərsiniz. Bununla bağlı da siz mənə bir geniş məlumat verərdiniz. Özüm də öyrənəcəm. Bəlkə sizi bu yanaşma ilə biraz məyus etmiş oldum, amma bu bir xülyadır. Mümkünsüz bir şeydir. Bir sahibkar 6-8 saat çalışmağın nəticəsində müvəffəq olsun, hər şey belə saat mexanizmi kimi işləsin, hər şey qaydasında getsin. Belə bir şey olmur. Olmur. Belə bir şey yalnız bir halda olur ki, xaricdə təsis olunan biznes, mən qərb ölkələrini nəzərdə tuturam, Avropa və Amerika istiqaməti üzrə bu gedişat daha çox məşhurdur. Səhmlərin birja üzərindən ticarəti, biznes təsis olunduğu təqdirdə sahibkar düşünür ki, mən biznesi təsis etdim və mənim belə deyək də pensiya arzum həmən biznesi nə etmək? Birjada satmaqdır. Birjada satdım və yaxud da ki, emissiya oldu, səhmlərin emissiyası nəticəsində külli miqdarda pul geri dönümü təmin olundu şirkətə, qazandım, mənim səhmlərim birjada qiymətdə artır, enir və s. və sahibkar düşünür ki, mənim biznes qurmaqda ən son alacağım benefit, yəni geri dönüm bundan ibarətdir. Bizdə amma sahibkar düşünür ki, mən biznesi quracağam. Misal bu biznesi qurandan sonra bir miqdar pul qazanacağam, mülk alacağam. Mülk alacağam, mülk alandan sonra da obyekt alım icarəyə verim, falan eləyim, beş məkan eləyim. Niyə? Çünki biznes yanaşması təfəkkürü fərqlidir. Orada biznes mütləq şəkildə uzun müddətli təsis olunub aparılmalıdır. Biznes uzun müddətli təsis olunmursa, o biznes müvəffəq olmayacaq. Bizdə uzun müddətli təsis olunan biznesdən sayı barmaq qədərdir. Bu nəyə gətirib çıxarır? Biznesin sahibi qısa məqsədlərə konsentrasiya olunmuş olur. İndi qazanım əldə edim. Bəli. Nəticə etibarilə nə qazandımsa, indi qazandım, sonrasına baxaraq gedişat formalaşır. Keyfiyyət həmişə yaxşı təmin olunmur. Uzun müddətli strategiyalar tətbiq olunmur. Peşəkarlara müraciət olunmur. Yəni sən uzun müddətli bir strategiya qurduğun təqdirdə mütləq şəkildə peşəkar işçi heyəti tərtib eləmiş olacaqsan. Peşəkarın da kadr olaraq dəyəri fərqlidir. Nəticə etibarilə nə baş verir? Sahibkar hamısının əvəzinə özü işləməli olur. Bəli, və hamısının əvəzinə özü işlədiyi təqdirdə, yəni sən 6 saat, 8 saat gün ərzində işləmək mümkünsüzdür. Hətta uzun vədəli bir biznes qurmaq istədiyin təqdirdə yenə də 6-8 saat işləmək sahibkarsansa əgər, işin sahibi özünsənsə əgər, mümkünsüzdür. Bir müddət ən azından bu işi o mərhələyə gətirib çatdırana qədər çox çalışmalısan, çox həqiqətən. Orxan müəllim, mən hər zaman belə deyim, maraqlandıran bir sual, özümə sual verirəm. Keçmiş dövrdə hər kəs evinin təmirini özü edirdi.
Amma indiki zamanda hər kəs dizayner müraciət eləyir. Eyni qaydada da biznesdə belə bir situasiyanı, yəni görürük, önümüzdədir. Əvvəllər hər kəs biznesini özü başında deyir ki, mən bu işi quracağam. Həqiqətən də yaxşı bir iş ərsəyə gəlirdi, yaxşı gəlir əldə olunurdu. İndi əlbəttə ki, əvvəlki iqtisadiyyatla indiki iqtisadiyyat arasında çox böyük bir fərq var. Çox böyük bir fərqdir. Amma bax niyə indi elə bir situasiya yaranıb ki, hər kəs biznes koçlara müraciət eləyir. Biznes plan yazılması üçün məsələn sizlərə biz müraciət edirik. Bu necə gəldi bu etaba çıxdı? Necə gəldik biz bu yerə çatdıq? Nəyi biz gözdən qaçırtdıq ki, bu günləri biz plansız heç bir hərəkət edə bilmirik. Halbuki əvvəllər bizneslər 2016-cı ildə 17-ci ilə qədər bizneslərimiz çox gözəl idarə edə bilirdik, yaxşı gəlir əldə edə bilirdik. Amma niyə biz indi o çətinliyi çəkirik? Bu devalvasiya ilə irəli gəlir, yoxsa bu onlayn platformanın olmasıdır? Nədir səbəb? Yəni bunun açıqlamasını necə verə bilərsiniz? Uzun vədəli və qısa vədəli strategiya. Əvvəllər biz biznes təşkil etdiyimiz təqdirdə bayaq vurğuladıq ki, qısa vədəli bizneslər təsis olunurdu o vaxtda da, indi də. Çox sadə bir idarə etməni tətbiq eləməklə məqsədə gəlib çata bilirdik. Bəli. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğuna görə bugünkü gün siz daxil olan iqtisadi tənzimləmə mexanizmlarının dünya iqtisadiyyatından və dünyada baş verən cərəyanlardan kənar nəzərdən keçirə bilməzsiniz, mümkünsüzdür. O səbəbdən bugünkü gün qısa vədəli bizneslər təsis olunmaqda davam edir, amma o qısa vədəli bizneslərin qısa müddətli strategiyaların tətbiq olunmasında da belə şərait çətinləşir. Şərait çətinləşdiyinə görə də təbii olaraq bilmədiyin, görmədiyin məsələlərin tənzimlənməsi üçün mütləq şəkildə mütəxəssislərə müraciət etməlisən. Baxın, siz vurğulayırsınız ki, vaxt vardı biz mənzillərimizi özümüz dizayn edirdik, təmir edirdik və s. İndi o qabiliyyətimiz də itib. Niyə? Niyə itib? Çünki əvvəllər dizayn elədiyimiz təqdirdə biz müraciət edirdik hansısa bir qarşımıza çıxan nümunələrə və o nümunələrin sayı yəni o qədər də geniş deyildi. Bugünkü gün sayı o qədər çoxalıb ki, informasiya o qədər rahat gəlib çatmış olur ki, filan yerdə filan ölkənin dizaynı bizim filan şəhərimizdə tətbiq olunur və həqiqətən də o ölkəni gəlib gəzəndən sonra filan bizim şəhərimizdə gedəndə sanki özünü həmin an etibarilə o küçədə hiss eləmiş olursan. Araşdırırsan, görürsən, deyir ki, bəli, buranın icra başçısı o vaxtı belə bir getdi filan küçədə gəzdi və belə bir tətbiqat etmək qərarına gəldi ki, burada da bir oxşar bir mənzərə təmin olunsun və həqiqətən də birə-bir oxşamış olur. Başqa şəhərə getmiş olsaydı, başqa bir dizayn olmuş olacaqdı. Yəni, əvvəllər informasiya bu qədər sürətli yayılmırdı. Bugünkü gün amma informasiya sürətli yayılır, həcmi çoxalıb və bu informasiya çoxluğunun içində sən mütəxəssisə adətən seçimi etməyə belə dəstək üçün müraciət edirsən. Mən hansı seçimi edeyim? O qədər çaşqınlıqdasın. Yəni nəyi seçməliyəm, necə olmalıdır deyə və bu hər bir şeydə öz əksini tapır. Sizcə bir sahibkar qərar verərkən o deyiləri risk məsələləri var. Risk edib anında mı cavab verməlidir, yoxsa bu uzun düşünməlidirmi? Amma mənim hər zaman düşündürən bir məsələ var ki, deyirsiniz ki, görüş zamanı ki, mən düşünüb sizə geri dönüş eləyəcəm. Amma geri dönüş etdiyin zaman da artıq başqa birindən partnyorluq müqaviləsi bağlayıb. Bax, onu necə biz idarə edə bilərik, onu necə tənzimləyə bilərik ki, orada da uduzmayaq? Bugün sizdən yaxşı cavablar almaq istəyirəm. Qərarların verilməsində arxalandığın alətlər fərqli olmalıdır və o alətləri mütəmadi olaraq dəyişərək işə salmağı bacarmalısan. Bir liderin, bir sahibkardan danışırıqsa, bir öndə gedən şəxsin bugünkü gün zəruri göstəricisi olanlardan, zəruri göstəriciləri olan hissələrdən biri bundan ibarət. Yəni sən qərar verəndə hansısa bir alətə əsaslanaraq həmişə eyni qərarları verməli deyilsən. İmkanın yoxdur, mümkünün yoxdur. Niyə? Çünki alətlər artıq dəyişir. Yeni alətlər işə düşmüş olur, elm sürətli inkişaf etmiş olur, idarə etmə üslubları dəyişmiş olur.
Bütün qərarların əksəriyyəti indiyənə qədər yaşadığım təcrübəyə əsasən qərar vermək üzərindən gedir. Ən yaxşı, ən düzgün qərar budur. Amma bəzi hallarda görürsən ki, indiyənə qədər təcrübə etmədiyin bir mövzu gündəmə Bəli. gəlmiş olub. Bunda riskə girmirsiniz. Riskə girsənmi nə olacaq, girməsənmi nə olacaq? Burada artıq iki növ alət fərqli şəkildə fəaliyyət göstərir. Biri emosional alətdir. Bəli. Emosional alət olaraq ürəyim bunu çox istəyir. O qədər ürəyim istəyir ki, mən bu addımı atmış olum. Ziyan çəksəm də yox deyirsən. Eynən. Emosional şəkildə neyinsən qərar vermiş olursan. Öncədən ziyanı şuuraltı olaraq qəbul etmiş qərar vermiş olursan. İkinci alət nədir? Təhlil nəticəsində. Təhlil nəticəsində də emosiyalar var, ürəyim bu işə yatır, bu qərar belə olmalıdır, riski gözə alıram, nəticəsi yaxşı olacaq deyə ümidliyəm. Amma təhlil etməliyəm deyirsən. Qərarın verilməsində də biz adətən təlimlərdə də bu təhlil alətini istifadəyə veririk, təcrübə eləyirik. Çox sadə bir sual veririk. Pulmu, xoşbəxtlikmi? Gündəmdə olan suallardan biridir. Bu kimi suallarda çox nümunələr üzərindən keçmək olar. Sadəcə pulmu, xoşbəxtlikmi və əksər hallarda təhlil olması üçün lövhədə iki hissəyə bölürük. Pulun üstün cəhətləri və çatışmamazlıqları, advantage, disadvantage, xoşbəxtliyin üstün cəhətləri və çatışmamazlıqları və ən son test pul var, xoşbəxtlik yoxdur. Xoşbəxtlik var, pul yoxdur. Bunların hamısını toplayırıq. Toplayandan sonra qərar vermiş oluruq ki, sən deməmiş bütün göstəricilər pul üzərindən deyil, xoşbəxtlik üzərindədir. Yəni mən nəticə etibarilə xoşbəxtliyim var, amma pulum yoxdursa, xoşbəxtəm. Pulum varsa xoşbəxt deyiləmsə, nə Yenə edirəm o pulu? olanda da olmayacaq. Məntiq buna gətirib çıxarır. Amma emosional səviyyədə qərar vermiş olsan, təbii olaraq pulun varsa o olacaq, bu olacaq, artıq işə nələr düşür? Pul ilə əldə edə biləcəyin təxəyyül, fikirlər səhv qərar verməyə gətirib çıxara bilər. O səbəbdən sürətli şəkildə qərar verilməsi üçün mütləq şəkildə emosiyalar yaxşıdır. Səni müəyyən mənada ayaq üstə qalmağa və yaxud da ki, hər hansı bir gedişatda, hətta həyatını xilas edə bilər. Biznes həyatından söhbət gedirsə, biznes həyatı və s. Yaxşı ki, filan vaxtı filan addımı atmış oldum. Bugünkü gün mən onun faydasını görürəm. Belə hallar çoxdur, nəzərdən keçiririk. Amma yekun olaraq qərar mütləq şəkildə analitik olmalıdır. Analitik düşüncə tərzinə əsaslanaraq hesablama nəticəsində verilən bir qərar olmalıdır. Riski nəzərə aldığımız təqdirdə biz o riskin nə ilə nəticələnməsini hesablayaraq qərarımızı verməliyik. Son zamanlar sahibkarlarımız çox əziyyət çəkirlər. Qazanc əldə etməkdən başqa da partnyorluq münasibətlərində ümumiyyətlə işlərinin inkişaf etməsindən bağlı çətinliklər var. Bu da belə deyim 80-ci illərin, ondan da 70-ci illərin sahibkarlarına daha çox nəzərdə tuturam. Çünki yeni bu tendensiya ilə ayaqlaşa bilmirlər, tuta bilmirlər nəbzi və bu işi bilən, özünü bilmiş kimi göstərənlərə müraciət edirlər və qurduqları illərlə əziyyət çəkib qurduqları işi də yox edirlər. Yəni həmən gənclərmi deyim, digər mütəxəssislərmi deyim, özlərini mütəxəssis adlandıranlar. Bax bununla bağlı necə mübarizə aparsın bir sahibkar? Nə etməlidir? Yəni təlimlərə mi gəlməlidir? Gəlib ona işçisi deməsin ki, mən bunu elədim, hər şey elədi, əladır. Siz də demişkən o da xəyalında qurur ki, hər şey məndə gözəl olacaq və sonda işi bərbad bir vəziyyətdə. Bununla necə mübarizə aparsın sahibkarlar? Bununla mübarizə aparmaq lazım deyil. Neyini bəs? Burada sadəcə olaraq sistemli şəkildə idarə etməyə, tətbiq eləməyə lazımdır. Başqa variantı zaten yoxdur. Gündəmdə olan mövzulardan biri budur, ciddi. Yəni niyə? Çünki işçi çox böyük bir alətdir. Məxsusi xidmət sektorundasansa, işçi üzərindən hər bir şey təşkil olunur. Sistemli idarə etmədən başqa heç bir həll yolu yoxdur. Heç bir emosional bax, heç bir sadiqlik əsaslı idarə etmə, mən yaxşı rəhbərəm, mənim ətrafımda insanlar mənə güvənərək irəli getməlidir, mənə güvənə bilərsiniz, mən heç vaxt sizi yarı yolda qoymayacağım falan filan.
Tamam, güvəndim də geri dönümü nədir? Geri dönümünü mənə göstər bunun. An etibarilə göstər. Gün ərzində çox sörf eləyirəm internetdə, çox məlumat qəbul eləyirəm. Uzun vədəli yaxşı olacaq sözünü eşitmək istəmirəm deyirlər. Bunlar belə formalaşıblar. Və bu səbəbdən də mütləq şəkildə KPI sistemi, yəni necə? İş, nəticə. İş, nəticə. İdarə etmə sistemli şəkildə tənzimlənməlidir və təmin olunmalıdır. Sahibkar, biz bu yaxınlarda elə bu kimi buna oxşar bir nümunə nəzərdən keçiririk. Sahibkardır, xəyanətlə rastlaşmış olub, uzun müddətdir yanında olan işçilər tərəfindən yiyinti ilə rastlaşmış olub və s. və ilaxır. Və siz dediyiniz kimi bunun qarşısının alınması üçün əlindən nə gəlirsə hamısını da edib və etməkdə də davam edir və bütün proseslərin hamısında özüdür. Birincisi, bir insan bütün proseslərin hamısının içində ola bilməz, mümkünsüz bir şeydir, çatdıra bilməzsən. İkincisi də ki, sən proseslərə tənzimlənməkdən daha çox prosesin üzərində nəzarət etməyə, özünə vərdiş etməlisən. Yəni makro menecment idarə etmə. Bizim sahibkarlar, ətrafımızda da çox dostlarımız var ki, hansı ki ancaq ixal edirlər məhsullarını digər ölkələrdən, amma ixracatla bağlı bir çətinliyimiz var. Bilmirəm, bir planımız mı yoxdur, yoxsa bir qorxumuz mu var xarici dövlətlərə öz məhsulumuzu ixrac etmək üçün? Bunun bir planı, bir istiqaməti, bunu apara bilən bir qüvvə, belə deyim. Məncə siz bu işlərdə də köməkçi olursunuz sahibkarlara. Bununla bağlı da geniş bir məlumat zəhmət olmasa. Gənc sahibkarlar, məxsus olaraq istehsal sahəsində fəaliyyət göstərənlər bizə müraciət edəndə ki, bəs biz nə etmək istəyirik, biz biznesimizi genişləndirmək istəyirik, biz pendir istehsalı ilə məşğuluq, belə bir nümunəsi də var idi. İnandırım sizi, istehsal olunan pendirin dadına baxanda gördüm ki, çox möhtəşəm bir pendirdir də. Mozzarella pendirindən söhbət gedir. Dadı indiyə nə qədər yadımdadır. Və an etibarilə əlimdən gələn nədirsə, yəni göstərdiyimiz xidmət spektrından daha çox olaraq, həmən məhsulun marketlərdə yayılmasından tutmuş, restoranlarda bütün olan tanışlar, kontaktların hamısını dərhal nə elədim? Bölüşdüm və referans da verdim. Dedim, mütləq bunun dadına baxmalısınız. İlk olaraq yerli istehsalçı yerli bazarda tanınmalıdır. Ondan sonra artıq həmən o mozzarella pendirini ümumiyyətlə, yəni yaxın qonşu ölkələrin ərazisində ümumiyyətlə belə bir istehsal varsa da azdır. Çox rahat şəkildə ixracını təşkil etmək olar. Nümunə olaraq deyirik də, hər hansı bir biznes baxımından. O mərhələyə gəlib çıxana qədər işi başlayan sahibkar sadəcə olaraq bu gələn, gedən çətinlik dalğalar arasında aradan getmiş olur. Əfsus olsun. Dayanıqlı şəkildə biznesi qurub, idarə eləyərək yerli bazarın göstəricilərini, istəklərini təmin edəndən sonra malın xarici göndərilməsi üçün yetəri qədər investisiya ehtiyac var. Bəli. Yetəri qədər biznes biliklərinə ehtiyac var. İdarə etmə biliklərindən tutmuş, bütün bu alətlərin tətbiq olunma mexanizmlərinin açıqlanmasına qədər. Və ən əsas inadkar olmalısan. Mən bunu edəcəyəm deyilməlisən. Bugünkü gün bu gedişatla, bu proseslərlə əlaqədar olaraq yetəri qədər dövlət proqramları var. Yetəri qədər dövlət proqramları var və yetəri qədər bu dövlət proqramlarından faydalanan sahibkarlarımız var. Hətta bəzi proqramlar var idi ki, mən məsələn ilk dəfə özüm eşidəndən sonra düşünürdüm ki, həqiqətən yəni bura qədərmi bir dövlət sahibkarın dəstəyində dayana bilərdi, yəni dayanar, dəstək göstərər və s. Skeptik yanaşan sahibkarlarımız da çoxdur, faydalanan sahibkarlarımız da çoxdur. Amma yenə də deyirəm də, mən birbaşa burada istehsal eləyib də ixracata yönləndirmiş olacağım, hazır elədiyim məhsulu. Bəli. Bunun üçün yenə də uzun vədəli planlama və inadkar şəkildə işin üstündə dayanaraq məqsədə doğru getmək. Bugünkü gün bir çox yerli məhsullar var ki, burada yetişdirilir, amma xarici bazara çıxarmaqda çətinlik çəkilir.
Hə, elə o soruşacağam, o əlaqələri necə quracaqlar? Azərbaycan məhsullarını Avropa bazarına çıxarıb da orada satışın təşkil olunması ilə bir neçə sahibkar var ki, onlarla sövdələşməmiz var və bu işi yerinə yetirməkdə öz faydamızı və töhfəmizi verməkdəyik. Sadəcə olaraq əfsus olsun ki, o prosesi təqib eləyəcək sahibkarların sayı o qədər də çox deyil. Sertifikasiyası çətindir. Eynən. Sertifikat dalıca getməlisən aylarla, bəlkə nə bilim, yarım ilə yaxın bəlkə yalnız sən sənədləşmə işi ardıcı getməlisən. Məsəl bugünkü gün Amerika bazarı çox gözəl bir bazardır. Çox gözəl bir bazardır. Çindən daxil olan məhsullara artan rüsumlar nəticəsində Amerikadan Azərbaycana bir çox sifariş gəlir. Amma qida məhsullarını sən Amerika bazarına çıxarmaq üçün çox çətin sertifikasiya prosesindən keçməlisən. Çox çətindir həqiqətən, çünki çox ciddidir orada nəzarət. Amerikaya sən burada misal üçün qohumların yanına getmək istəyirsənsə və yaxud da ki, hər hansı bir Azərbaycanda misal balaca bir qabın içində mürəbbə aparmış olsan belə aeroportda onu buraxmazlar. Niyə? Çünki qida məhsuludur, nəzarətdən keçməlidir, bəlkə onun içində fərqli bir viruslar ola bilər və s. analiz olmalıdır və s. Siz təsəvvür edin ki, Amerika bu kimi mühafizəkar yanaşma ilə öz ölkəsində başqa ölkədə istehsal olunan hər hansı bir yeyinti məhsulunu qəbul etsin. Nə qədər çətin bir prosesdən keçməlisən. Bunun ardıca gedən sahibkarlar çox deyil. Niyə? Çünki sən demək olar 6 aydan 1 ilə qədər yalnız sertifikasiya ardıca vaxt sərf eləməlisən, enerji getməlidir, pul məsrəfləri var. Amma bunu etməyə dəyər. Bugün məqam həmən məqamdır. Azərbaycan məhsulları dünyanın hər yerində demək olar tanınır. Çünki mən hara getmişəmsə Azərbaycan məhsulunu görmüşəm, söhbət qida məhsullarından gedir. Və oradakı qiymətlə buradakı qiyməti müqayisə eləyəndə üzərinə logistikasını, üzərinə ticarət əlavələrini, kommersiya, komissiyalar və s. hamısı bunların üzərinə gələndən sonra görürəm ki, bunlar hamısı çıxandan sonra yerli sahibkar burada satdığının ən azı 2 qat bahasını orada satış olaraq marja təyin edirlər. Satış marjası kimi təyin edirlər. Nə etməliyik? Düşüncəni dəyişməliyik. Bəs qida məhsulları dediniz. Yaxşı, bəs qida məhsulla məşğul olmayan sahibkar məsələn məşğul olmur, başqa bir sahədədir. Hansı sahələrə daha çox tələbat var ki, biz onun ixracatını edə bilərik? Suallar həqiqətən gözəldir. Çox sağ ol. Niyə? Çünki mən tam olaraq bunun araşdırmasını mütəmadi olaraq edirəm. Və statistik məlumatlara görə üzərinə gəl öz araşdırma nəticəsi olaraq bugünkü gün hansı ölkədə hansı məhsula daha çox tələbat var deyə rahat şəkildə o məlumatları verə bilərəm. Nə üçün bunu edirəm? Bəli. Araşdırmaçıyam, biznes idarə edirəm və mütəmadi olaraq fərqli alternativ biznes variantlarını nəzərdən keçirirəm. Misal, çox rahat bir biznes mexanizmi qurmaq mümkündür. Çox sadə bir nümunə verim sizə. Deməli, Latın Amerikasında istehsal olunan bir məhsul indiyənə qədər bizim ağlımızda bu məhsulun xam malını belə deyək də ən yaxşı halda Rusiya ərazisindən gətirilməsini görmüşük. Hər hansı bir məhsul adını çək. Bəli. Hesablama nəticəsində həmən oradakı xam mal tam fərqlidir. Başqa qitədir də artıq təsəvvür edə bilərsiniz. Yəni orada hər şey fərqlidir. Qitədən qitəyə qədər. Həm təbiətdən tutmuş, həm istehsal olunan, həm yaşayış tərzindən hər bir şey fərqli tətbiq olunur. Orada istehsal olunan məhsulun Azərbaycan bazarına qədər hesablanmasında fərqli və maraqlı bir sürprizlə qarşılaşmış oluram ki, bugünkü gün bazara gətirib, Azərbaycan bazarına onu gətirib yaymaqda qonşu ölkələrdən gətirib istehsal etməkdən daha ucuzuna başa gəlir. Deyə bilərsiniz ki, bəs orada nəqliyyat məsələsi var, deyə bilərsiniz ki, bəs orada müddət məsələsi var. Amma keyfiyyət və qiyməti müqayisə etdiyimiz təqdirdə daha ucuzuna başa gəlir. Niyə? Çünki fərqli biznes
alətləri artıq orada gündəmə düşür. Gündəmdə olan nümunələrdən biri həmən ölkə ixrac üçün Bəli. yüklü şəkildə endirimlər tətbiq edir. Nümunələrdən biri budur. Və bunu bilmək, araşdırmaq, idarə etmədə tətbiq eləmək üçün çox faydalıdır. Geosiyasi gedişatları mütləq şəkildə nəzarətdə saxlamalısan. Proqnozlar verməyi bacarmalısan. Burada sənin biznes strategiyaya çox birbaşa ciddi təsir göstərir və bu mexanizmin tənzimlənməsində də faydalı olmağımız üçün bu yaxınlarda yeni bir layihəni işə salırıq. Artıq biz media vasitəsilə iqtisadi xəbərlərin paylaşımına da başlamış olacaq. Xeyirli uğurlu olsun. İnternet portalı. Bəli. Layihə əslində çoxdan başlamışdı, amma iş həcmi çox olduğundan hər bir şeyə hazır etdik. Kadr məsələsində çətinlik çəkirdik. Kadrı tapmışıq və artıq proseslərimiz gedir. Düşünürəm ki, necə ki xidmət sahəmiz üzrə bugünkü gün fərqlənirik, peşəkar olaraq bugünkü gün fərqlənirik. Həmən sayt üzərindən təqdim olunan və yayılan xəbərlərlə də fərqlənmiş olacaq və düşünürəm ki, çox faydalı bir layihə olacaq. Dediyim kimi, tərs təfəkkür üzərində düşünmək lazımdır. Azərbaycan sahibkarı çox bacarıqlıdır. Həqiqətən. O deyirlər, daşdan da nəsə qazana bilirlər. Çox fərqli düşüncələri var. Amma bizim qlobala çıxa bilməyimiz üçün o qədər qarşımızda bəzi çətinliklər var. Bilməm, mənim özüm də artıq 19 ilə yaxındır ki, sahibkaram. Amma heç bir zaman qlobal düşünməmişəm ki, mən xarici ölkədə mənim bir butikim ola bilər və yaxud da nəsə ixrac edə bilərəm. Çünki bir qorxum olub. Demişəm ki, mən gömrükdə problem yaşayacağam. Nə bilim, mən gedəcəm orada kim mənim işimi idarə eləyəcək? Mən buradakılara nəzarət eləyə mən orada necə nəzarət edəcəm? Yəni bunların hamısı psixoloji artıq sahibkarı o qədər yüklüyür ki, sahibkar elə yerimdə saymağım daha mənə uyğundur. Bura olsun, az olsun, burada olsun, şirin olsun. Yəni məsələ budur. Amma indiki gənclər tamam fərqlidir. Onlar fərqli sıçrayışlar yaşayırlar. Mən onlara baxıram, deyirəm, ay Allah, mən 40 yaşımda yeni düşündüyümü siz 18-19 yaşında uşaqlar artıq onlara əməl edir. Öz məhsullarını tanıtımında, yəni möhtəşəm sosial şəbəkədə o qədər gözəl belə təqdimatları var ki, mən yəni əhsən deyirəm, amma özləri üçün işləyəndə başqaları hamısını aldadırlar. Biznes onu göstərir ki, biznesdə yaş həddi yoxdur əslində. Yəni 50 plus yaş olaraq da hər hansı bir indiyənə qədər etmədiyin addımları ataraq və yaxud da ki, indiyənə qədər qarşıma çıxmayan bir fürsətlərdən istifadə eləyərək sağlam bizneslər qurub idarə edən adamları görmüşük. Müvəffəq də olublar. Buna qədər bizneslə məşğul olubmu? Təbii olaraq bizneslə məşğul olub, amma bu qədər müvəffəq olmayıb. Biznes idarə etməsində, sahibkarlıqda yaş həddi deyilən bir göstərici yoxdur. Həmişə müvəffəq ola bilərsən, heç vaxt ruhdan düşməməlisən. Biz əslində onlar tam olaraq mənim bir subyektiv fikrimdir. Tam olaraq mənə uyğun bir mühitdədirlər. Yəni emosiya yox, səndən heç emosiya gözləntisi də yox. Sadəcə olaraq işimi görüm, necə deyirlər, qarşılığını alım. Və analitik idarə etmək üçün də bu çox yaxşı bir göstəricidir. İşimi gör, qarşılığı al. İşimi görməyəcəksən, sən əvəzli kimsə başqası gəlib görmüş olacaq. Amma işi təhvil verib sonra təhvil verəndən sonra getməlisən. Yəni qoydum, işi çıxdım, getdim falan. Olmaz. Sistem belə təşkil olunmalıdır. Belə təşkil olunan sistemdə də heç kimdən incimir. İş icra olunur. Ola bilər işçi heyəti tez-tez dəyişmiş olsun, amma əsas odur ki, bugünkü gün mən düşünürəm ki, bizim şirkətdən bizim komandamıza daxil olub da bizdən ayrılanların arasında düşünürəm ki, elə bir adam yoxdur ki, bir fürsət olduğu təqdirdə, yeni bir vakansiya olduğu təqdirdə yenidən bizə qatılmasın. Mən şəxsən belə düşüncədəyim. Ola bilər yanılıram, amma niyə də yoxdur, yəni bizdə nə yox idi kimsə olub. Mən belə yanaşıram mövzuya ki, sahibkar olaraq bir işçi istədiyi nədirsə verəndən sonra ayrılırsa,
limiti buradadır deyə sən sahibkar olaraq görürsən. Belə idarə etməyi tətbiq etmək olar. Türkiyədə mən çox ora gedib gəlmişəm işlə bağlı və hər zaman da görmüşəm ki, tekstil sahəsində çalışarkən deyiblər ki, bu bizim ailə biznesimizdir. Bu babadan gəlib, sonra ataya keçib, atadan oğullara, nəvələrə. Bax, o qədər mən xoşuma gəlib ki, niyə bizdə ailəmiz parçalanır? Hərə fərqli-fərqli istiqamətlərdə olur. Yəni bir yerdə, bir istiqamətdə daha da böyüməyimiz varkən biz niyə öz gənclərimizə, övladlarımıza, belə deyim də atamız da bizə niyə öyrədə bilməyiblər? Nədir burada səbəb? Ailə biznesi çox az rastlaşırıq. Məsələn, fabriklər olsun. İndi bizdə fabrikalarla bağlı o qədər, yəni çalışan fabriklər yoxdur. Böyük megapolis deyil, kiçik bir də o çapda da fəaliyyətlərimiz var, amma hər halda bu gün mənim iaşə müəssisəm varsa, sabah mənim uşağım da onu davam etdirməlidir. Mən onu necə aşılayım? Ümumiyyətlə o biznesi siz necə görürsüz? Ailə biznesi. Daha uğurlu deyilmi sizcə? Uğurludur, ənənə olduğu təqdirdə. Ailənin üzvləri ailəvi idarə etmə tətbiq olunduğu təqdirdə ən pis halda, misal deyək, əmim məndən küsər, danışmasın mənə. O vaxt mən uşaq olanda mən iqruşka almamışdım, mən də onun acığına bunu etdim deyəcək. Əmi də həqiqətən də bilir ki, qardaşı oğludur. Proseslər tənzimlənir, rəhmətli atasının xatirinə nəsə eləməliyəm. Eynən. Müvəffəq olmayacaqsın. Ailəvi biznes yaxşıdır. Çünki hamısı nəticə etibarilə ailədir, amma ənənə qurulmalıdır. Ənənə yəni nə? Hamının sadiq olduğu bir ənənə olmalıdır. İş işdir. Ailə ailədir təbii olaraq, amma iş mövzusuna gəlib çatandan sonra hamı iş üçün faydalı olmalıdır. Faydalısansa buyur. Faydalı deyilsənsə qardaş oğlusun. Mən sənə ayda filan qədər evə göndərəcəm. Biznesə qat. Baxın, bunu tətbiq eləyəndən sonra görürsünüz ki, həqiqətən də ailənin içində, misal, bütün ailə üzvləri heç də hamısı müvəffəq olmurlar. Biznesin idarə etməsi ilə məşğul olan kimdirsə, mütləq şəkildə şəxsini işdən ayırmalı, bacarmalıdır. Bacardınsa, ailən ətrafındadırsa, nə gözəl. Orxan bəy, yeni başlayan gənc sahibkarlarımıza, gənc olmayıb da bugün səhvlər edən, biznesdə yaralanan belə deyim, sahibkarlarımıza nə məsləhət görərdiniz? Neynəsinlər, necə etsinlər? Sizə mi müraciət etsinlər? Biz əslində bu məsləhətləri deməyək də, çünki əksər hallarda bu heç məsləhətlə də tamamlanmır. Həm maarifləndirici çarxlar çəkib paylaşırıq, həm hər hansı bir konfranslarda iştirak eləmək vasitəsilə faydalı olmağımız üçün əlimizdən gələni edirik. Bəzən bundan daha da çox olur. Misal, gənc bir sahibkardır. Hətta deyirəm ki, başda bir müddət get, gördün ki, müvəffəq olmağa doğru gedirsən, amma çətinliyi var, geri dönməli. Dönsün geri. Geri dönməli, gəl. Çətinliyi nədədirsə, sənin üçün çətin olan məsələ mənim üçün asan ola bilər. Və həqiqətən də dəstəyimizi əsirgəmirik. Bu məsələni planlarımızdan biri ondan ibarətdir ki, biz bunu kütləvi şəkildə davam etdirmiş olaq. Çünki mütləq şəkildə maarifləndirmə təmin olunmalıdır. Gənc sahibkarlarda əsasən gördüyüm səhv nədən ibarətdir? Məhsulun nədir? Nə işi görəcəksən? Nə xidməti göstərəcəksən? Sualının cavabında yalnız marketinq hissəsi barəsində danışır. Mən bunu belə eləyəcəm, buradan filan şey. Fərqliyim ondan ibarətdir ki, bazarda filan tətbiq olacaq, o olacaq, bu olacaq və s. Amma geri dönüm eləyəndən sonra deyirəm ki, əsas suala cavablandır. Pulu nədən qazanacaqsan? Necə nədən? Axı bu məhsuldur, bu belədir. Yenə də görürsən ki, pulu nədən qazanacaqsan düşüncəsi yoxdur. Marketinq var, necə etmək lazımdır artıq planını da cızıb. Amma maliyyə idarə etməsi yoxdur. Gənc sahibkarlarda əksər hallarda bu problemlə rastlaşmış oluruq ki, bir dayan, bir nəfəs al deyirik.
Bir hesabla deyirik. Ondan sonra marketinqdə də yaxşı məsləhətlər verə bilirik. Çünki bu sahədə də yetəri qədər bugünkü gün həm müştəri qismində, həm bizimlə əməkdaşlıq edən tərəfdaşların fəaliyyətində göstərdiyimiz Bəli. əlavələr və qatqılar qismində biz nə edirik? Bu sahədə də biz fərqlənirik. Amma yenə də deyirəm, çünki biznes idarə etməsində mütləq şəkildə marketinqi də bilməlisən, maliyyəni də bilməlisən, inzibati məsələlərin həll olunmasını da bilməlisən, insan resurslarından da idarə etmə Bəli. alətlərinin tətbiq olunmasını, ondan da bacarığın olmalıdır və s. fərqli alətlər olmalıdır ki, onlara yiyələnməlisən. Bizim sahibkarlarda bir daha vurğulayıram, əsas axsayan tərəf maliyyə idarə etməsi. Maliyyə idarə etməsi yoxdur. Deyim vardı, pulu qazanmaq asandır, onu xərcləyə bilmək, doğru xərcləyə bilmək, maliyyəsini düzgün hesablaya bilmək sahibkarların məncə də ən yaralı yeridir. Və istəyirəm sizə bizim ənənəvi sualımız Orxan bəy üçün uğur kodeks. Nədir sizin üçün uğur kodeks? Wow. Mən bunu isbat etməyə də hazıram. Bu düsturdan başqası işləyə düsturda deyil. Uğur hissəsini biz iki hissəyə bölməliyik. Birincisi özünün uğur hesab etdiyin. Bəli. İkincisi ətrafdan sən uğurlusan deyə göstəricisi olmalı. Çünki mənim üçün uğur olan ətraf üçün böyük bir məharət deyil deyək. Əgər filankəs uğurludursa və uğur kodeksinin açıqlanmasını o göstərici üzərindən tənzimləmiş olursa, yəni mənim uğuruma necə yanaşmış olurlar kənardan, o zaman kənarda məşğul olan alətlər üzərindən mühakimə aparmalısan. Mənim şirkətimin dövriyyəsi nə qədərdir deyə mən uğurluyam. Mən filan ödülü aldım deyə mən uğurluyam. Mənim adım filan hallarda və filan yerlərdə çəkildi deyə mən uğurluyam. Bəs özün üçün uğur nədir? Həqiqətən də uğur ondan ibarətdir ki, nəsə bir iş gördün və gördüyün işin nəticəsində özün-özünə təsəlli versən və belə deyir də, sən deyirsən, yaxşı iş gördün, mən uğurluyam deyirsən. Düz? Düz. Bu iki göstəricinin ikisində də sənin faydalı olmağın çox zəruridir. Birincisi, faydalı olmağın monetar geri dönümü var bu barədə. Demək olar, biz də çıxışlarda tez-tez necə deyərlər, məlumatı paylaşırıq, bu barədə fikirlərimizi səsləndiririk. İkincisi, faydalı olduğun təqdirdə, yəni sənin gördüyün, idarə etdiyin biznesin faydalı olmasından asılı olaraq da o biznesin müvəffəq şəkildə davam etməsi asılıdır. Sənin biznesin nə qədər müvəffəqdir? Sənin gördüyün biznes nəticə etibarilə əhali üçün, cəmiyyət üçün, yumru dünya üçün əgər hər hansı bir toksik tullantılarla müşahidə olunursa və s. sənin biznesin nə qədər müvəffəq ola bilər? Pul qazana bilərsən, amma hamı sənə məxsusi bu günlərdə zərərli biznes damğası vuracaq. İstehsal etdiyin nəticə cəmaət ondan imtina edəcək hətta. Düz? Düzdür. İkincisi, özün üçün faydalı olmaqdan başqa heç bir şəkildə zövq ala bilməyəcəyin bir alət yoxdur. Mən filan qədər pul qazandım, okey. Əhsən, mən filan qədər pul qazandım. Özün-özünü təriflədin. Amma əsl rahatlıq o pulu nə üçün istifadə etdiyimdə gəlir. Yəni, mən o pulu qazandım da nə üçün istifadə etdim? Kimə dəstək göstərmiş oldum? Sən cəmiyyət üçün nə qədər faydalısan sualı gündəmə gəlmiş olur ki, indiyənə qədər cəmiyyət üçün nə etmirsən? Nə kimi faydan olub cəmiyyətə? Onda artıq o sualın cavabını verə bilirsənsə, deməli uğurlusan. O vaxta qədər sadəcə olaraq mən uğurluyam, uğur kodeksi nədir? Filan qədər pul qazandım, filan işi gördüm, filan jurnalda çap olundum, nəşr olundu mənim adım, şəklim, filan ödülü aldım falan filan. Müvəqqətidir, gəlib keçən şey. Gəlib keçən şeylərdə sənin özünə o qədər də an etibarı nəsə bir zövq verir. Bir müddət keçəndən sonra onun zövqü davamlı şəkildə gəlmir. Bu yaxınlarda bir hədiyyə aldım. 2 il bundan öncə bizim
iştirakçılardan biri zəng edib ki, müəllim sizə hinduşka gətirmişəm. Və tərifləyir hinduşkanı, belə hinduşkadır, elə hinduşkadır falan. Məsələ hinduşkadan getmir də, siz onu dinləyin, söhbət ondan gəlir. Dərhal hətta zarafatlar da gəldi, rüşvət alırsınız müəllim falan. Deyirəm, birincisi bizdə rüşvət alıb da nə edəcəyəm? Yəni adam zaten elə bir sistemdir ki, nə oxudusa, necə imtahan verilirsə, onun müqabilində də yəni sertifikat əldə eləmiş olur. İkincisi, 2 ildən artıqdır da, yəni 2 ilə yaxın müddət keçib artıq bitirib. Sadəcə olaraq adam bizim təlimlərə qatılmışdı, başqa bir yerdə çalışırdı və təlim gedişatı əsasında çox iş gördük bu adamla, öz təcrübələrimlə paylaşdım. Təlim bitəndən sonra şirkətlərin birinə audit vakansiyası vardı, yönləndirdim. İşə başlayandan sonra müəllim, burada hər şey sizə öyrətdiyiniz kimidir deyir. Yəni başqa bir yerdə işləyirdik, yönləndirdik və neçə müddətdir orada işləyib, üstündən 2 il keçib yadına düşüb ki, mən müəllimə nəsə bir yaxşılıq etməliyim. Monetar geri dönüm oldu mu? Hinduşka qismində olsa da belə. Oldu mu, olmadı mı? Bu da sənin faydalılığının neyi? Sübutu və bu sistem daimi belə işləyir. Tamam. Biznes idarə etməsində də belə işləyir. Biznesi qurduğun təqdirdə də faydalılıq əmsalı üzərindən qərarları verməlisən və onun əsasında idarə etməyə, tətbiq eləməlisən. Planlama onun üzərində qurulmalıdır. Mənim biznesim nə qədər faydalıdır deyə. Faydalıdırsa, mütləq şəkildə onun sənə nəyi? Monetar geri dönümü olmuş olacaq. Uzun sözün qısası, sizin sualınızın cavabı uğur kodeksi dediniz. Bəli. Faydalı olmaqdır. Faydalı olmaqdır. Mən dərin təşəkkürümü bildirirəm. Gəldiyiniz üçün, maarifləndirici fikirləriniz üçün. Yəni bugün çox şey öyrəndik. Əminəm ki, bizi izləyən izləyicilərimiz də yararlanacaqlar bugünkü verilişdən. Orxan bəy, istəyərdim ki, bizim verilişimiz haqqında təəssüratlarınızı bölüşəsiniz. Verilişimiz çox müvəffəqdir. Yanaşmamız çox fərqlidir. Sizin verilişdə iştirak edən insanların yalnız peşəkar göstəricilər üzrə verdiyi töhfələri və paylaşımları deyil də, onların şəxsiyyət olaraq kim olduqları və sosial məsələlərdə hər hansı bir şəkildə hansı fəaliyyət göstərdikləri də nəzərdən keçirilir və düşünürəm ki, sizin veriliş müvəffəq olmaq məcburiyyətindədir. Təşəkkür edirəm. Və çox faydalıdır. Ayrıca olaraq əvvəlcədən vurğuladığım kimi də verilişimizə dəvət aldığım üçün çox şadam. Təşəkkür edirəm sizə bir daha buna görə. Uğurlu layihələrimizi gözləyirik. Davamlı şəkildə olsun. Minnətdaram. Təşəkkür edirəm. Bax belə verilişimiz sona çatdı. Hatırlatmaq istəyirəm ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analoqu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.